Bakıda Sonar Farm adlı bir dərman firmasının rəhbəri Elnur İskəndərovu Minhoqqa ilə salıblar həbsxanaya. Bəylər Əyyubovun banditliklə məşğul olan qardaşı oğlu Robert Əyyubov öz vəkilini göndərib həbsxanaya və Elnur İskəndərovun şirkətini, ailəsini, uşaqlarını hədə-qorxu yolu ilə öz adına keçirdib. 21 milyonluq bu şirkəti güya Elnur İskəndərov 300 min manata Robert Əyyubova satıb. Robert Əyyubovun Elnur İskəndərovu və ailəsini təhdid etməsi ilə bağlı Binəqədi polis idarəsinə şikayət olunsa da cinayət işi açılmayıb. Vilayət Eyvazov, boynunu yerə soxum sənin. Sən hələ də Bəylər Əyyubovdan qorxursan. Vaxtilə Robert Əyyubov sənin böyüyün Ramil Usubovun ağzının payını verdiyi kimi qorxursan ki, indi sənin də ağzını cırsın. Prezident İlham Əliyevə səslənirəm. Boş-boş danışmaq lazım deyil. Bəs harda qaldı sənin hüquqi dövlətin? Robert Əyyubov kimdir ki, banditliklə məşğul olsun? Vəzifəli şəxslərin qohumları. Boş-boş sözlərinə qarnımız toxdur bizim. Hünərin çatır, Robert Əyyubovu cəzalandır. Cəmaət boğaza yığılıb onun zülmündən. Baxın, Elnur İskəndərovun vəkilinin səs yazısını da göstərirəm. Elnur İskəndərov bildirmişdir ki, onun həyatı təhlükədə olduğu üçün Sonar Farm MMC-nin 51% payını Əyyubov Robert İslamovun adına 17 yanvar 2025-ci il tarixdə keçirilməsinə razılıq verməyə məcbur olub. Xahiş edirəm, bu videonu bəyənin, hər kəs görsün.